Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Dünyanın media kapitanı Qərb mediası olsa da hər bir ölkənin özünün gerçəkliyi var və eyni zamanda hər bir ölkənin media gerçəkliyi var. Biz bu gün hazırki layihəmizdə Azərbaycanın media gerçəkliyinə daha bir həmkarımızın gözü ilə baxmağa çalışacağıq, nəzər salacağıq. Beləliklə bizim həmsöhbətimiz Bakı Xəbər qəzetinin baş redaktoru, uzun illər ömrünü media camiyyəsinə, söz camiyyəsinə həsr edən Aydın Quliyevdir və söhbətimizin gerisini onunla davam edəcəyik. Hər vaxtınız xeyir olsun, xoş gördük Aydın müəllim. Salam, xoş gördük. Aydın müəllim, medianın bugünündən razısınızmı? Bu sualı içində iki mən məsələ görürəm. Bir, bugünkü mediadan və medianın bugünkü durumundan. Bunlar razılaşaq ki, fərqli şeylərdir. Bugünkü mediadan və medianın bugünkü durumundan. Amma əvvəldən onu deyim ki, Qərb mediası dünya mediasının kapitanı idi bir vaxtlar. İndi Qərb mediası dünya mediasının kapitanı sayılmır və sayıla bilməz. Bu o vaxta qədər belə idi ki, dünya mediasının və yaxud da o Qərb mediasının sifəti hələ ifşa olunmamışdı. Hamı elə bilirdi ki, onlar ideal mediadır. Hamı dünya mediasını hər şeydən üstün tuturdu. Dünya mediasının kapitanı kimdir indi? Dünya mediasının kapitanı indi hər bir obyektiv, milli, suveren media özünü dünya mediasının kapitanı saya bilər. Hər bir ölkənin milli, suveren mediası özünü dünya mediasının kapitanı saya bilər. Saya bilər. Bu şərt, bəli, bu şərt ilə ki, milli ölkələrdə media dövlətçi olsun, birinci prinsip dövlətçi olsun, ikinci prinsip peşəkar olsun, üçüncü prinsip obyektiv olsun. Hətta mən bu meyarların yerini də dəyişik salmağın, dəyişmənin tərəfdarı deyiləm. Çünki birinci növbədə dövlətçilik dayanmalıdır. Necə düşünürsünüz? Biz öz mediamızda danışırıq. Siz də uzun illər bu sahədə çalışan media sektorunun təmsilçisi kimi necə düşünürsünüz? Bugün Azərbaycan mediası, bizim mediamız cəmiyyət üçün faydalı ola biləcək formada, daha çox fəaliyyəti cəmiyyət üçün faydalı ola biləcək formadır, yoxsa aşınma həddindən artıqdır? Bugünkü mediadan razı qalmaq olar. Amma medianın bugünkü durumundan razı qalmaq tam şəkildə olmaz. Niyə? Çünki bugünkü media bir tarixi inkişafın məhsulu olaraq gəlib çıxmışıq bura. SSR imperiyasının tərkibindən çıxmışıq, Sovet jurnalistikasından çıxmışıq, müstəqilliyin ilk illərində özümüzün milli media normativlərimizin formalaşmadığı dövrdən gəlib çıxmışıq. Hər nəyimiz varsa, bunu müəyyən qədər həm də dövrün, inkişafın nəticəsi də saymaq olar. Yəni, xoşa gəlməyən şeylər varsa, bunun bir hissəsi Sovet mediasından gəlir, bir hissəsi 90-cı illərin əvvəllərindəki o xaos və sabitsizlik dövründən gəlir. Yəni, o dövrlərin ayağına yazmaq olar və bağışlamaq olar medianın durumu. Amma bugünkü medianın. Amma medianın bugünkü durumunu isə o illərin ayağına yazmaq olmaz. Medianın bugünkü durumunda ortada olan problemlər, negativlər, xoşa gəlməyən şeylər bir çox mənalarda jurnalistlərdən asılıdır, bir çox mənalarda redaktorlardan asılıdır, bir çox mənalarda media fəaliyyət prinsiplərindən asılıdır, bir çox mənalarda dövlət ilə media münasibətlərindən asılıdır, bir çox mənalarda isə cəmiyyət ilə media münasibətlərindən asılıdır. Yəni, burada saydığım hər birinin məsuliyyəti var. Jurnalistlərin və redaktorların adlarını çəkmişkən, mən bir məsələni sizdən soruşmaq istəyirəm. Bu yaxınlarda bir 7-8 jurnalistlə bir yerdə idik və çox maraqlı bir diskussiya var idi medianın bugünü ilə bağlı. Həmkarlarımızdan ikisi vurğunu eyni nöqtəyə vururdular. Qəribə bir paradoks var. Bugün bir tərəfdə zəhmətkeş, çaba göstərən, bir ayı çətinliklə başa vurmağa, maddi baxımdan nəzərdə tutulan, başa vurmağa çalışan bir jurnalist və eyni zamanda çox zəngin imic, oliqarx imici formasına gələn baş redaktorlar. Jurnalist demədilər, baş redaktorlar və jurnalistlər. Və siz də jurnalistlər, baş redaktorlar deyərkən bunu xatırladım. Bu paradoks nə ilə bağlıdır? Bəli, burada paradoks həqiqətən var. Yəni, jurnalistlərin böyük əksəriyyəti, bəlkə də mütləq əksəriyyəti həqiqətən maddi çətinlik içərisindədir. Amma media rəhbərlik edən şəxslərin, baş redaktor olsun, holding rəhbəri olsun, ya hansısa bir media orqanının təsisçisi olsun, yəni burada söhbət təkcə baş redaktorlardan getmir. Bəzi baş redaktorlar
kiminsə təsis elədiyi media Bəli. orqanının rəhbəridir, hansısa bir oliqarxın yaratdığı media orqanının rəhbəridir. Söhbət bu cür media kapitanlarından getmir. Əsasən ümumiyyətlə medianın rəhbərliyindən gedir, belə deyək. Təkcə baş redaktorlardan yox. Bəli, onların bax bu media rəhbərliyi eləyənlərin ya maddi təminatı müəyyən qədər sadə jurnalistlərdən fərqlidir. Bu doğrudan bir paradoksdur. Çox fərqlidir. Bəli. Çox da demək olar. Bu bir paradoksdur. Həqiqətən paradoksdur. Və mövcuddur. Bu Bəli. mövcud ümumiyyətlə jurnalistlərin əmək haqqının ödənməsi məsələsi bizdə cəmiyyətin yox, medianın yox, müəyyən qədər dövlətin problemidir. Mən bunu açıq deyirəm ki, dövlətin problemidir bu. Çünki əmək haqqının ödənməsi məsələsində elə təkcə son vaxtlar edilən dəyişiklikləri nəzərə alsaq, bütün başqa sahələr nəzərə alındığı halda media orqanlarında jurnalistlərin əmək haqqı məsələsi nəzərə alınmır. Məsələn, dövlət məmurlarının da əmək haqqısı olur, dəfələrlə ard-arda artırılır. Onların əmək haqqısı müəyyən qrafik üzrə onsuz da yüksəkdir. Özəl sektorda, indi medianı mən özəl sektor Media daha çox özəl sektor sayılır da indiki halda. Onun elə özəl sektor və yaxud da ki, MMC kimi müəyyən biznes fəaliyyət strukturlarının eyniləşdirilməsinin özü kökündən yanlışdır. Niyə məsələn media orqanı MMC adlansın və yaxud da ki, bir Baku Stel Company-də MMC adlansın? Bunlar eyni şey deyil. Müəllim, biz siz necə, yəqin siz də razılaşarsınız ki, xüsusilə son 10 ildə, 8 ildə, 5 ildə jurnalistikanın özündə çox qarama-qarışıqlıq yaranıbdır. Yəni, bugün sosial şəbəkədən ortaya çıxan bir bloger də jurnalist kimi qəbul olunur. Yəni, bugün istənilən otağının bir küncündə bir kompüter qabağına qoyub, canlı yayım açanın birisi də deyir ki, mən media nümayəndəsiyəm. Yəni, çox qarama-qarışıqdır. Nəyi soruşmaq istəyirəm sizdən? Bugün peşəkarla qeyri-peşəkarı ayıra bilirikmi? Tam razıyam ki, həqiqətən jurnalistikada, jurnalistin ümumiyyətlə statusu məsələsində bir xaos var. Həqiqətən də jurnalist kimdir sualına cavab verəndə bunu kiməsə sübut edib inandırmaq mümkün deyil. Çünki bir o tərəfdən çıxır deyir və blogerdir əslində və deyir mənim 1 milyon izləyicim var, mən yazıram. Amma bunun yazdığının, blogerlik fəaliyyətinin məzmununa çevirdiyi şeyin mahiyyəti nədən ibarətdir? Şovmenlikdən, kimlərəsə sataşmaqdan, kimlərəsə toxunmaqdan, ancaq negativ şeyləri qazıb çıxartmaqdan, həm də subyektiv baxışlarla, qərəzli baxışlarla, bundan başqa bir şey deyil. Və belə şəraitdə indi o blogerin də özünü jurnalist sayması. Tək blogerdirmi? Orta məktəbi bitirib, heç bir ali təhsili olmayan, heç bir yerdə işləməyən sayt rəhbəridir. Gəlin razılaşaq. Tamamilə doğru deyirsən. Həbsxanada müəyyən bir cinayət hadisəsi törədib, həbs həyatı yatıb çıxmış adam işsiz qalıb, deyir, neyniyim, sayt qeydiyyatdan keçirdim. Bəli, tamamilə. Hətta mən birini də sizə deyim, mən elə indinin özündə də bu vaxta qədər Mətbuat Şurasının müəyyən komissiyalarında da fəaliyyət göstərirəm. Amma uzun illər şikayətlər komissiyasının üzvlərindən biri olmuşam mən. İnanın, elə şikayətlər gəlirdi. Siz daha gözəl bilirsiniz, bəli. Elə şikayətlər gəlirdi ki, hətta bir dəfə bizə edilən şikayətin arxasınca bir jurnalın sürəti gəlmişdi. Hansı ki, həmin ərazidə fəaliyyət göstərən, haqqında şikayət olunan o sayt rəhbərinə məxsus olan jurnalistdir. Həmin ərazidə bütün təsərrüfat, biznes, fəaliyyət subyektlərinin siyasi tutulub, dövlət idarələri də var, biznes orqanları da var, fermerlər var orada, adi tanınmış şəxslər var, müəssisə rəhbərləri var. Hamısının siyasi tutulub və hər ay hərəsindən 10-20 manat pul yığılır. Və orada inanın ki, bir 300-400-ə qədər ünvan var idi. Və hesablayacaq bunların hər birindən ayda 10 manat alanda, ayda 4000-5000 pul alırlar. Bu jurnalistikadır yəni. Bəli. Bax, bunun da jurnalistika sayıldığı məqamlar olub, təəssüf əlbəttə. Və məsələ ondan ibarət ki, siz deyirsiniz ki, heç də jurnalistlərin özünə bağlı deyil bu problemlər. Siz dediniz ki, Mətbuat Şurasında işləmisiniz. Müvafiq qurumlar var, qanunvericilik də var, jurnalistika sahəsinə aid qeyri-hökumət təşkilatları xeyli sayda fəaliyyət göstərir. Yəni, kifayət qədər jurnalistikanın nüfuzlu simaları var. Vətənpərvər, zəhmətkeş, illərlə külünk döymüş jurnalistlərimiz var. Bu jurnalistlər bu məsələni hər zaman ictimailəşdirib bir formada onun həlli yolunu tapa bilmirsə, deməli bu problem bizim özümüzə bağlıdır. Müəyyən mənada razıyam Mətanət xanım ki, bu jurnalistlərin özünə də bağlıdır mövcud olan problemlər. Amma razılaşaq ki, məndən keçdi, kimə dəyir, dəysin prinsipi var. Hamısını yıxıb jurnalistlərin üstünə töhmət də biraz insafsızlıq olur. Təbii ki. Jurnalistin biri mən, biri siz. Bəli. Deyək ki, bu jurnalistikaya hardasa kənardan bic yollarına gəlib daxil olmuş, özünü jurnalist həm də az jurnalist hesab edən jurnalistikanın özündə ən azından biz çox necə mübarizə apara bilərik? Jurnalistikanın özündə ən azından bir ciddi ictimai qınaq formalaşa bilər. Siz uzun illər qəzetdə işləmisiniz.
ənənəvi qəzetçilik üçün, ənənəvi jurnalistika üçün darıxırsınızmı? Bir neçə aydır həftəlik qəzet çıxardırıq. Bakı Xəbər də digər bütün o gündəlik müstəqil qəzetlərin hamısı həftəlik çıxırlar. Saytı var, YouTube kanalı var. Amma gündəlik çıxan qəzetin iş rejimi üçün açığını deyim ki, darıxmışam. Milli mətbuat dönəmi, milli qəzetçilik əlbəttə ki, Həsən bəy Zərdabi məktəbindən gələn bir irsdir və biz hər zaman bu irsin qorunması, gələcək nəslə ötürülməsi ilə bağlı ən müxtəlif formada təbliğatları oxumuşuq, o təbliğatları yerinə yetirmişik. Bugün isə media başqa bir istiqamətə də yönəlib, siz bilirsiniz, daha çox sosial şəbəkələr, daha çox saytlar formasında. Necə düşünürsünüz? O milli mətbuatı, milli qəzetçiliyi qoruyacaq jurnalist ruhu, bax bu sosial şəbəkələrdə, bu saytlarda davam edə bilirmi? Yəni o milliliyi kim qoruyacaq? Bəli, milli mətbuatçılıq ənənəsi çox təəssüf ki, indi tam şəkildə yaşamır. Milli mətbuatçılıq ənənəsi. Mən də ona görə soruşuram. Bu milliliyi jurnalistikada kim qoruyacaq? Bugün kim qoruyacaq onu? Kaş təkcə jurnalistlərin fədakarlığından, jurnalist peşəkarlığından asılı olaydı bu. Əgər milli mətbuatçılıq ənənələrini tam şəkildə qoruyub saxlamaq, yəni mən sizin kimi nəzərdə tuturam, Həsən bəy Zərdabidən başlayan milli mətbuatçılıq ənənələrinin tam şəkildə yaşadılmasından. Əgər bu jurnalistlərin fədakarlığından, peşəkarlığından yalnız bu iki şeydən asılı olsaydı, məsələ çox asan idi, onu saxlamaq olardı. Amma həmin o fədakar jurnalistin birisiz, biri adını çəkmədiyim digərləri, bunlar neyə bilərlər? İndiki şəraitdə Zərdabidən qalan milli mətbuatçılıq ənənələrini yaşatmağın az, amma çox məzmunlu bir hissəsi mənə elə gəlir dövlətdən asılıdır. Dövlət bunu yaşatmalıdır. Bu mənim də şəxsi fikrim olsa da, amma onunla bağlı istənilən bir səviyyədə mübahisə eləməyə hazıram. Milli mətbuat ənənələrini yaşatmalı olan dövlətdir. Dövlət milli mətbuat ənənələrinin yaşadılması üçün atdığı addımları isə daima jurnalistikadan tələb eləməlidir. Bu atılan addımlara jurnalistikada nə töhfə var? Mətbuatda nə töhfə var? Bax, bunun əvəzini istəməlidirlər. İndi baxın, Azərbaycanda müstəqil çap olunan bir dənə də olsun qəzet yoxdur, gündəlik. Məncə bu yaxşı hal deyil. Dünyanın heç bir ölkəsində gündəlik müstəqil çap mətbuatından imtina olunmayıb. Amma biz ondan faktiki imtina eləmişik. Və vaxtilə gündəlik çap olunan qəzetlər bu gün həftədə bir dəfə çıxırlar və müəyyən müddətdən sonra yəqin ki, həftəlik çap da dayanacaq. Amma heç yaxşı bir hal deyil ki, gündəlik müstəqil çap mətbuatı ölkədə yoxdur. O fakt idi ki, onlar gündəlik çap olunanı da səviyyəsi də mübahisə doğururdu, tərtibatı da mübahisə doğururdu. Çox yaxşı olardı ki, onun tərtibatı da yaxşı olaydı, məzmunu da yüksək səviyyədə olaydı. Amma gündəlik çapın saxlanması bu gündəlik dövlətçilik xronikasıdır. Gündəlik ictimaiyyət xronikasıdır və gündəlik şəkildə Azərbaycan dilinin, danışıq dilinin, ədəbi dilinin qorunub saxlanması müstəvisidir. Bunları əvəz edən ikinci bir şey yoxdur. Məsələn, mən düşünürəm indi ki, bizim Azərbaycan dilini, gündəlik xronikanı obyektiv şəkildə həm dövlət mənəfiləri baxımından, həm də ictimaiyyət mənəfiləri baxımından onlayn media qoruyub saxlaya bilir. Həm də yazılı mətbuat bir mənalı şəkildə tarixdir, dərin tarixdir. Həm də tarixlər bu yaşaya biləcək arxivdir. Bəli, amma onlayn arxiv tarixlər bu yaşamayacaq. Mən sizə təşəkkür edirəm, dəvətimizi qəbul etdiniz, gəldiniz. Mən elə gəlir ki, bu mövzunu irəli də davam etdirəcəyik. Təşəkkür edirəm sizə bir daha. İnşallah. Bu qədər müsahibim, həmkarım, Bakı Xəbər qəzetinin baş redaktoru, əməkdar jurnalist Aydın Quliyev idi. Sizinlə sağollaşırıq. Növbəti həmkarlarımızla görüşənə qədər.